Bir çox dəlillər var. Onlardan biri də Bəqərə surəsinin, yəni axırlarıdır ki, Allah Teala buyurur: "Rabbena la tuakhizna in nesina aw axtana." Ey Rəbbimiz, bizi cəzalandırma və bizi qınama, əgər unudarıqsa və xəta səhv edəriksə. Və Allah da hədisdə də gəlir ki, Allah Teala deyir ki, bəli etdim. Yəni insan unutduğuna görə və insan xəta etdiyinə görə, yəni cəzalanmır. İndi baxın, bu ayədən çıxarılan fayda nədir? Əgər bir insan, unudan kimdir? Unudan, bilib unudana deyilir də. Bilir və sonra tərk edir. Buna unudan deyilir. Əgər bir insan bildiği halda unudursa və unutduğuna görə qınanmırsa, üzürlü sayılırsa, əslən bilməyəndir, necə qınansındır? Və həmçində o səhv edən də bildiyi halda xəta edəndir, səhv edəndir. Bunlar deyir, buna ayəyə görə açıq aydın, Bəqərə surəsinin axırları. Dəlildir ki, bunlar buna görə cəzalanmır. Əgər əslən insan bilməyibsə məsələni, necə cəzalanır? Hətta bir qayda olaraq gətirilir. Məsələn, mən səndən danışıram və sən deyirsən ki, bağışla, mən səni başa düşmədim. Mən səni üzürlü sayıram, başa düşmədiyinə görə. Yenə deyirəm. İndi görün deyir, əgər insan insanı bağışlayırsa, başa düşmədiyinə görə, Allah necə bağışlamaz? Bu qayda olar. Ad və sifətlərdə bir qayda var ki, insan barəsində sabit olan hər hansı bir sifətə, kamil sifətə Allah Teala daha layiqdir.